Ən yaxşı pressing eləyən 6 nəfər boksçunu təqdim edirəm sizə. Mənim fikrimcə 6-cı yerdə Artur Beterbiyevdir. Yaxşı pressingi var. Arada 2 nömrə də işləyir deyə o 6-cı yerdədir mənim fikrimcə. 5-ci yerdə Gennady Golovkindir. Gennady Golovkinin də bildiyiniz kimi yaxşı pressingi var. O da 2 nömrə işləyirdi. Bəzən ona görə 5-ci yerdədir. 4-cü yerdə mən düşünürəm ki, Canelo Alvarezdir. Onun da yaxşı pressingi var, 1 nömrə də işləyir, arada 2 nömrə də işləyir. Amma əsasən 1 nömrə işləyir və yaxşı pressingi var. 3-cü yerdə mənim fikrimcə Rocky Marciano'dur. Yəni qədimə getsək biraz, o da 1 nömrə işləyirdi. Bel hərəkətləri, düzdür, onda boks indi kimi inkişaf eləməmişdi, amma mənim fikrimcə o 3-cü yerdədir. 2-ci yerdə Joe Frazer'dir. Bildiyiniz kimi o daim üstünə gedirdi. Məhəmməd Ali ilə məşhur döyüşləri yəqin yadınızdadır. 1-ci yerdə isə təbii ki, Mike Tyson'dır. O demək olar ki, geri çəkilmirdi. Həmişə pressing, baskı, həmişə üstünə gedirdi. Belə, sizin fikrinizə görə bu altılıq necədir? Fikirlərinizi yaza bilərsiniz.